Salam dostlar. Dostlar bu günlərim yeni ördək aldım dostlar. Amma dostlar xoruz ala bilmədim. Yəni dişi aldım. Hani baxın. Budur. Bağlı qaralı. Yəni sizə dünənki videomda göstərmişdim. Yəni 7 ördəyim var idi. Baxın. İndi 8 oldu dostlar. Bu anadır məncə. Yəni aldığımız anam verdi baladır. Yəni bir dənə imiş. Qohumlar gətiribdi. Yəni özdə yəni uzaq yerdə qalır dostlar. O qədər də uzaq deyil yəni. Yəni dedik, yəni dedi mən də bilmirəm nədir. Yəni Fərəd xoruzdur. Gətirdi elə videosunu çəkdi atdı. Orada mən xoruzu oxşatdım. Amma dedim xoruz olsa, Fərəd olsa gətirsin. Yəni dostlar gətirdi. İndi də dostlar mən bilmirəm. Məncə Fərəd amma yenə də siz amma yəni dostlar qılçası yadı, yəni balaca ördəklərdən. Boyu balacadır yəni. Baxın. Boyu lilput qalıbdır. Qılçalarına baxın, çox balacadır. Amma mənim öz ördəklərimə baxın, hündürlər yəni. Mənim öz ördəklərim damazlığa sıp yararlıdır. Çünki dostlar baxın, belə göstərim. Videoda indi açıq aydın gözlə baxdığımız kimi düşmür. Yəni dəqiqə belə göstərim. Yəni bunlar ondan hündürdür yəni. İndi videoda düşmür. Videoda o hündür görsən, amma yaxından baxsaz gəlib mənim yerimdən baxsaz görərsiniz ki, yəni bu da baxın bizim zümrüd erkəyimizdir baxın. 3 dənə. Baxın bu üçü zümrüdüdür. 1 2 və 3. Baxın üçü də zümrüdüdülər. Yan-yana su içirlər, zümrüdlər. Yəni bunları satmaq fikrim yox demişdim, yəni satsam 20 manata. Çünki zümrüd ördəklər yəni bahadır. Bunlar indi zümrüd başlarında biraz ağlıq var, amma bədənləri görürsünüz ki, yəni qapqaradır, yəni ağı yoxdur. Bir dənəcə başlarında biraz var. Bu da yəni təzədir, yəni bunlar. Bir də bu xoruz da təzədir dostlar. Yəni bunu da qohumumuz gətirib. Yəni, baxın təzə xoruz. Dostlar kanala bəyənib abunə olmağı unutmayın dostlar. Videoları yəni sizə məsələ çəkirəm, baxa biləsiniz yəni. Çəkmə səbəbim isə mən yəni dostlar video çəkməyi o qədər də xoşlamıram. Yəni özüm başqalarının videosuna baxmağı xoşlayıram. Düşünürəm ki, yəni başqaları da mənim videolarıma baxmağı xoşlayar bəlkə də. Bu videonun başlıqda yəni yeni ördək aldım və yaxud da yeni xoruzum belə olacaq yəni dinç. Və yaxud da sürpriz heyvan. Baxın, bu da öz xoruzum. Bu da öz xoruzumdur. Toyuqlar. Bu da bizə qohumumuz gətiribdi, yəni. Toyuqda, yəni onu çoxdan gətiribdilər. Baxın, təzə xoruz budur. Yəni biraz solpadı, yəni. Bizim xoruzlar baxın belə yekə xoruzdur, biri də orada. Yəni yekə xoruzlar. Bir də toyuq orada yumurtlamaq istəyir, onu da göstərim. Yəni dostlar, ot atma videosu istəyirsinizsə, yəni yorumlara yazın, yəni göstərin. İndi elə belə, yəni bir dənə video çəkim. Bəlkə gün ortada bir dənə video çəkdim, bilmirəm. Baxın, bu ağlar da çox qəşəngdilər. Quyruqları, qanatları çıxıb. Bu arada dostlar, onun qanatlarını kəsdim. Təzə gəlmiş, dedim uçar eləyər, yəni qanadını kəsdim, buraxdığım anda dostlar uçmaq istədi və uça bilmədi, yerə çaxıldı. Dostlar, yəni deyəcəksiniz ki, günahdır, yazıqdır, yəni ördəyin qanadını kəsmək. Mən də bilirəm yazıq dostlar, amma mən ona 15 manat almışam. 15 manat o uçub getsə, yəni mənim pulum zay olacaq. Yəni indiyəs tutub gətirərsən, yəni bir dəfə tutdum, 2 dəfə tutdum da, 3-cüdə yəni çıxıb gedəcək mən oynayanda. Ona görə də elə ən yaxşısı qanadını kəsməkdir və bunlar niyə uçmur desəz, bunların qanadlarını aldığım adam yolubdur, təzə-təzə uzayır, uça bilməzlər yəni. Həm də bunların hamısı bacı qardaşlar yəni. Həm də yəni demək olar ki, bunlar yekə ördək, onun qədər ördək olanda bizim sürüdə böyümüş olurlar və bizim sürüdən çıxmazlar. Yəni məhəlləmizdən çıxmazlar deyə düşünürəm. Bu ördək də tək yaşayırmış, yəni bir dənə gətirmişmişlər. Yəni tək olduğuna görə indi biraz sevinir yani dostlar ördək gördüğünə. Baxın bu da. Yəni dostlar lal ördəklər haqqında hər videomda bir məlumat vermək istəyirəm.
Birinci məlumatım o ki, dostlar, lal ördəyin balaları yumurtadan çıxanda 2 həftəliyinə qədər dostlar, o su, yəni suya dəyməməlidir. Yəni 2 həftəlik olana qədər onun ayağı, yadı, yəni çimizdirmək və ya ayağının yadı altı su olması, baxın belə yer su olması olmaz yəni. Belə geniş məhnəniz varsa, hə yəni dostlar, geniş məhnəniz varsa su qabından su içib gedib gəzə bilər, amma yəni bildiyimiz gölə atmaq, yəni çimizdirib etmək olmaz yəni. Onlar da xəstəlik yaradır. Xəstəlik yaradır yəni, baxın su içir. İkinci məlumat da verim ki, yəni lal ördəklər o 35 gündən, yəni balalarını çıxartmaları 40 günə qədər davam edə bilər yəni. Bu ördəkdən asılıdır, yəni ördəyin böyüklüyündən, altındakı yumurtadan, yəni belə şeylərdən asılıdır. Məsələn, mənim bu dəqiqə baxın, bu birisi dişlərim, yəni indi bir xoruz, yəni 7 dişi oldu, yəni bir xoruz 7 dişi. Yəni dostlar, yəni mən əminəm ki, baxın bu zümrüdü fərələrdir, yəni bu ağlardır, ağlı qaralılardır, yəni hamısı yəni gözəl barat çıxarda bilər. Yəni buna da o qədər də pis ördək deyil, yəni. Nə bilim, bəlkə çıxardar, bəlkə çıxartmaz. Amma bunlar 100% əminəm ki, yəni bunlar bala çıxardacaq. Neysə, bunları o dünən apardığım yerə aparım. Baxın, dünən apardığım yerdə baxın, oradır. Əlimdə etinə yoxdur, biraz çətinlik çəkəcəm. Dünən ağac var idi. Deyə görə gedirlər. Getmək istəyirlər. Zümrüdlər də yenə qan yiyir. Yəni sortsaz qiymətlərini bilməyənlər də olar, bilənlər də yəni. Dediyim gibi ağlı qaralını 15 manata bu gün aldım, digərləri 13 manatdan almışam. Yəni bu xoruz məsələn, bu xoruz 13 manatlıq yox, 30 manatlıq ördəkdir yəni. Məsələn bu fərələr, yəni böyüyüb ana ördək olanda, yəni bunları 30 manatdan aşağı verməyirlər. Fərələri 30-a, xoruzda 40-aya da. Bu da elə 15 manata gedər. Niyə bu 15 manata gedər, bunlar 30-a? Çünki o dostlar da yekəlibdir, nə bilim. Rəngi adi lal ördəkdir, yəni bildiyimiz sortu yoxdur, yəni. Səsli ördəyin nətər cırı olur da, yəni cır ördəyi olur. Yəni səs cır ördəyi olur. Yəni biri var cır səsli ördək, biri var Koban Pekin kimi. Yəni bu da elədir, o cırdı, amma bunlar sortdur. Bu üçü baxın, bu üç zümrüdlər. Dedim ki, 30 manatdan aşağı vermərəm. Bu ağları da 20 manata yəqin ki. Bu da 20 manata, baxın, bu ağlı qaral da 20 manata, o da yəni 20 manata verir. Amma satmıram yəni. İnsan yəni damazlığı üçün aldığı heyvanı heç vaxt yəni satmaz. Çünki dostlar satanda ruzi bərəkət qaçır yəni. Onu da siz damazlığa satlamağa almışsınız yəni. Niye satasız? Gedək görək, duyurlar, otlanırlar. Bayaq təzə ördək gələndə hamısı təzə ördəyi qovalayırdılar. Yəni video çəkəmədim, telefon üstündə deyil. Qovaladılar, yəni axırda dost oldular. Videoya düşməsə də bunlar ondan yəni hündürdülər, amma o bunlardan uzundur, yəni necə görsən. Bunlar həm də köklülər yəni. O arıqdır biraz. Yəni indi köçələr bunların yanında, yəni. Bunları aldığım yerdə dostlar, bu 7 dənə aldığım yerdə, yəni dəm vermirmiş sahibi. Yəni ördəklər özləri bırakılmış, gedilmişlər, yəni quru məhlədir. Yenə də bizim məhlədə biraz baxın, otlar var, amma orada heç bu ot da yox idi. Yəni. Ördəklər aç, susuz, yəni su var idi düzündə, amma yemək yox idi yəni. Cərcədə. Məsələn, bunu alanda baxın, özünün yarısı boydaydı. İndi dəm verdim, yem verdim. Hamısı yekəlib qəşəng rəngləndilər. Səsim biraz zəif çıxır. Səsim batıbdır çünki. Baxın, otlayırlar. Nəsə günlük otlama videosu. Baxın, otlamağa başladılar. Evet, otluyorlar. Otlama videosu da böyle olsun yani.
Val oradaydı. Yani o damır dişi. Ama dişi kaçmak istəyir. O bizler arkadan gördüğünüz gibi yani hamısı duyur. Onsuz da har geçsədin yəni qaydacaq. İndi hər təzə heyvan qapdan qaçmaq. Nah gəldi bu. Ağır get. Ağır get. Ağır get. Getdi. Bunlar da qorxdu dostlar. Diyorlar. Gelmiş önde olsa biraz otlasınlar. Slafan yemin. Ben bir oradayım vardı olsa slafan yedi. Biri slafan yedi, biri de sümü yani ikisini de aynı anda kestim. Yani biri slafanı udub həzm eləmişdi mədəs. Yəni slafan yat yox idi birinin orqanizmi. Amma birində sümük qalmışdı. Yəni demək istədiyim o ki, yəni slafanı ördək həzm eləyir, amma sümüyü ya da sərt şeylər həzm eləyə bilmir. Yəni onunsa heç bir ördək sümüyü həzm eləyə bilməz. Bu ördək yəni az göz ördəyi idi. Yəni nə qabağına koysaz yəni yeyərdi, o qədər az idi. Az göz idi. Yəni mənim gözümün qabağında olmaz. Başqa yerdə yesə etini demərəm. Mən bilsəm yəni gərək ördəyi ya kəsəm ya da satam. Bizim toyuqlar qabaqlar yəni balıq qulağı yeyirdilər. Yəni onu həzm eləyirmədilər. Yəni zümrüdü də əsl şey damazlığa yararlıdır. Yəni öz ördəyimdir. Dəqiqə. Baxın, ördəyi göstərmək istəyirəm. Baxın, döyürlər. Ördək. Çox gözəl bir mənzərə oldu. Gözəl, hadi kış. Yəni mən də səsli ördək almayacağım. Yəni hansı sərfəlidir deyə soracaq, yəni təbii ki də lal. Yəni lal sərfəlidir. Pekinlər düzdür eləyir, amma onlar çox səs çıxardır. Nə bilim, yəni onlar çox dən yeyir, lallar kimi deyirlər. Yəni, hər bir ördək yəni çox dən yeyir, amma bax, lallar onlar qədər də yoxdur. Bax, su içirlər. Mesela videomuz 12 dəqiqə oldu. 14 dəqiqə olanda yəni videomu bağlayacağım. Yani kanalıma abone olun. Heç olmasa like atmayı unutmayın dostlar. Bir dənə abunəçim yoxdur dostlar. Yani heç olmasa bəyənməsəz olar, abunə atın dostlar. Su içirlər bunlar, toyuqlar da orada yumurtlamaq istəyirlər. Baxın, biri girib. Baxın, yer axtarlar. Qəfəsin içinə. Təzə gələn xoruzlar, baxın, oradadır. Baxın, o dəmirin arxasında da görsənmir, baxın, çıxdı. Yəni dostlar, 13 dəqiqə oldu, sağ olun, yəni. Gelen videolarımda görüşene dek kanala abone olup videolarımı beğenmeyi unutmayın dostlar.